Səidin sözünü görürük də orada, düzdür? Və bilmək istəyirəm ki, əlavə hansıdır cümlədə? Səidin sözü, düzdür? Onun sözünü izah edir ki, Səid, yəni onun kimdir? Səid. Bu əlavədir. Və Səid sözünü yenə də ixtisara salaq istəyirsiniz. Ya da ixtisara salmayaq istəyirsiniz. Belə eləyək. Baxım görüm ki, buna əlaqələnir. Onu tərcübləndirdi. Olur. Yəni, onda bu söz birləşməsinin aslı tərəfidir. Onun baxışları. Söz birləşməsi ismi birləşmə. Onun aslı tərəfidir, bunun əsas tərəfi. Onda bu cümlədə söz birləşməsinin əlavəsi yox, söz birləşməsinin aslı tərəfinin əlavəsi var. Söz birləşməsinin aslı tərəfinin əlavəsi var burada. Necə tapdım? O tireydən əvvəlki sözü xəbərlə əlaqələndirə bilmədimsə əgər, artıq söz birləşməsinin aslı tərəfinin əlavəsidir. Bir dənə təyini çıxmaq şərti ilə də təyin çünki xəbərlə əlaqələnməyə də bilər. Nəyin qabağındadırsa onun əlavəsi, onunla bağlı olur.